NTV xəbəri izləyirsiniz. Konstitusiya və suverenlik ili, eləcə də uşaq hüquqları aylığı çərçivəsində ilk dəfə olaraq uşaqlar üçün xüsusi hazırlanmış maarifləndirici və interaktiv tədbir keçirilib. Tədbirdə Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru Səyyad Məmmədov çıxış edərək Konstitusiya və suverenlik ilində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib, dövlətçilik ənənələrimizin qorunması, suverenliyi möhkəmləndirilməsi və vətəndaş məsuliyyətinin formalaşdırılması barədə uşaqlara maraqlı və anlaşılan formada məlumat verib. O, eyni zamanda uşaq hüquqları aylığının məqsədlərini diqqətə çatdıraraq uşaqların müdafiəsi, təhlükəsizliyi və maariflənməsi istiqamətində görülən işləri vurğulayıb. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı, hüquqşünas Yunis Xəlilov interaktiv təqdimatla çıxış edərək uşaqlara onların fundamental hüquqları, özlərini necə qorumaları, həmçinin gündəlik həyatda hüquqi davranış qaydaları barədə ətraflı məlumat verib. Tədbir uşaqların maariflənməsi, hüquqi düşüncələrinin inkişafı və vətəndaşlıq şüurunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edib. Sonda uşaqlar üçün Özcəyə Quyu Qazan tamaşası nümayiş olunub. Gel orada. Şərikli bostan əkək. Şərikli bostan? Oruç Mirzəyev, Təxminə Babayeva, Namiq Abbasov, NTV Xəbər.